Mətn işləməklə bağlı çətinliyiniz varsa, videomuzu diqqətlə dinləyin. Üslubiyyatla bağlı bir sualın izahını verəcəyəm sizə. Təbii ki, indi danışacağım mövzu 11-ci sinif buraxılış imtahanı verəcək abituriyentlərimiz üçün lazımlı, faydalı məlumatlar olacaq. Çünki 9-cu siniflər üslubiyyatla bağlı 9-cu siniflərə sual düşmür. Bilirik ki, buraxılış imtahanına iki tipdə, bir bədii üslubda, bir də publisistik üslubda mətn düşür. Hər bir mətndə də üslubiyyatla bağlı suallar var. Suallardan biri belə olur: fərqləndirilmiş hissənin üslubu xüsusiyyətlərini yazın. Bu sualları abituriyentlər əksərən səhv cavablandırırlar. Abituriyentlər əsasən mətnin üslubu xüsusiyyətlərini yazırlar. Məsələn, bədii mətindirsə, götürüb yazırlar ki, məcazilik var, obrazlılıq var, bədii təsir ifadə varsa bu kimi fikirlər yazırlar. Düzdür, bədii mətnlərdə, bədii üslubda bu xüsusiyyətlər var. Ancaq bizdən diqqətli olmaq lazımdır. Mətnin üslubu xüsusiyyətini soruşmur, hörmətli abituriyentlər. Bizdən soruşur ki, fərqləndirilmiş hissə. Həmin o fərqləndirilmiş hissə kursivlə yazıla bilər, çərçivə içərisində verilə bilər. İndi necə veribdirsə də o hissəyə diqqət yetirirsiniz də. Fərqləndirilmiş hissənin siz üslubu xüsusiyyətlərini yazmalısınız. O fərqləndirilmiş hissədə nə qədər mətn bədii üsluba aiddirsə də, yaxud da publisistik üsluba aidsə də, o hissədə nə qədər üslubu xüsusiyyət varsa da, o hissəyə aid, ümumi mətnə aid yox, o hissəyə aid, fərqləndirilmiş hissəyə aid, bir də təkrar edirəm, nə qədər üslubu xüsusiyyət varsa, onları qeyd edirsiniz. Mətnin üslubu xüsusiyyətini qeyd eləmirsiniz.